Salam əziz şagirdlər, mən Sara müəllim. Bugün sizlərə biologiya 20 sınaq toplusundan sınaq 3-ü izah edəcəm. Karbohidrat, yağ və zülallar üçün ümumi olan funksiyalar. Bu sual oxşarı blok imtahanına da düşmüşdü. Oxşar olan funksiya energetik və inşaat funksiyasıdır. Energetik funksiyaya misal olaraq bu hər üç maddə parçalananda müəyyən qədər enerji ayrılır. Bu energetik funksiyanı göstərir. İnşaat funksiyasına misal olaraq, məsələn, zülalların inşaat funksiyasına deyə bilərik ki, saç, dırnaq, qan damarları, əzələlər zülallardan təşkil olunmuşdur ki, bu da inşaat funksiyasına aiddir. Karbohidratların inşaat funksiyasına misal üçün bitkilərdə hüceyrə divarı əsas maddə olan sellulozadan təşkil olunmuşdur. Bu da karbohidratdır. Yağların inşaat funksiyasına isə hüceyrə divarında olan lipidləri misal göstərə bilərik. Yaşıl bakteriyalar üçün doğru olan ifadələri müəyyən edin. Fotosintez edərkən sərbəst oksigen qazı xaric etmir. Ümumiyyətlə, yaşıl bakteriyalar fotosintez edici bakteriyalardır. Onlar elə hidrogen özündən istifadə edirlər, hidrogen mənbəyi olaraq. Məsələn, oksigen qazı xaric edən yalnız siyanobakteriyalardır, fotosintez edici bakteriyalar içərisində. Həmin o siyanobakteriyalarda hidrogen mənbəyi olaraq sudan istifadə edirlər. Sudan istifadə etdiklərinə görə orada oksigen qazı xaric olunur. Və bilirik ki, fotosintez zamanı əmələ gələn oksigen suyun tərkibində olan oksigendir. Bunu da yadda saxlamış olarsınız. Birinci doğrudur, bəli, hidrogen mənbəyi olaraq elə hidrogendən istifadə etdiyinə görə oksigen qazı xaric etmir. Xemosintez edir? Xeyr, xemosintez etmir, fotosintez edir. Yəni, işıqda üzv maddəni sintez edir, günəş enerjisinə ehtiyac duyur. Xromatofora malikli bakteriyalarda xromatofor olmur. Onlarda xlorofil pigmenti sərbəst halda sitoplazmada yerləşir. Siyanobakteriyalarda isə fotosintez edici membranın üzərində yerləşir. Xromatofor yosunlara aiddir. Translyasiya prosesi ribosomlarda gedir. Bəli, ribosomu var. Avtotrof qida alınır. Bəli, fotosintez edirsə avtotrof qida alınır. Transkripsiya prosesi nüvədə getməz. Çünki nüvə yoxdur bakteriyalarda. 1, 4 və 5 olacaq. Heyvan növü E2 solterini verib, əzələ fəaliyyətinə sərf olunan enerjini verib, parçalanmaya məruz qalan glikozanı soruşur bizdən. Öküz solteri biz bilirik ki, anaerob tənəffüs edir. Anaerob, yəni oksigensiz mühitdə tənəffüs edir. Və onun əzələ fəaliyyətinə sərf olunan enerji oksigensiz parçalanma nəticəsində, yəni glikoliz prosesindən əmələ gələn ATF enerjisi olacaq. Biz də bilirik ki, glikoz prosesində 1 mol glikoza parçalananda 80 kilojul ATF enerjisi alınır. 1200 kilojul baxaq görək nə qədər glikozadan alınacaq. Buradan da x bərabərdir. Çarpaz şəkildə vursan sıfırlar gedir. 120-nin də 8-ə 15. Mol glikoza deməli parçalanmaya məruz qalmışdır. Ümumiyyətlə, əzələ fəaliyyət deyəndə ATF-i götürür. Əgər oksigenli mühitdə yaşayan bir canlı vermiş olsaydı, o zaman biz oksigenli parçalanma reaksiyasına əsasən hesablayardıq. 4-cü sual bizə veribdir. Baxın, bu hüceyrə membranının quruluşudur. Biz C-ni verib, gəlin baxaq görək. Baxın, aynən işarə olunub zülaldır. C lipiddir. B isə karbohidratdır. İndi baxaq, C hidrofil maddədir. Xeyr, lipidlər hidrofob maddədir. Yəni, suda həll olunur. A polinukleotiddir. Zülal polinukleotid deyil. Polinukleotid DNT və RNT-dir. A-ya polipeptid deyə bilərik. B monosaxaridlərdən təşkil olunub. Bəli, karbohidratdır və monosaxaridlərdən təşkil olunub. C polimerdir. Ümumiyyətlə, lipidlər mürəkkəb üzv maddədir, amma polimer deyil. Biz nə vaxt polimer qəbul edirik? O zaman ki, eyni növ molekullardan təşkil olunubsa, o zaman polimer adlandıra bilərik. Məsələn, zülallar amin turşlardan təşkil olunub, yəni belə zəncir formasında. Cavabım olacaq C variantı. B polipeptiddir. B yox, zülal A olacaq polipeptid olan. Hüceyrədə ribosom fəallığının artması hansı maddənin azalmasına səbəb olar?
Ribosomun fəallığı artıbsa, deməli burada zula sintezi gedir. Zula sintezi gedirsə, hüceyrədə istifadə olunan maddə hansı olacaq? Təbii ki, amin turşuları olacaq. İstifadə olunduğuna görə amin turşular azalmış olacaq. İnterferon və insulin üçün müvafiq olaraq hansı funksiyanı yerinə yetirir? İnterferon məsələn qoruyucu funksiya yerinə yetirir. Orqanizmə düşmüş yad cismi zərərsizləşdirir. İnsulin isə ümumiyyətlə hormonlar biz dedik ki, orqanizmdə gedən bəzi fizioloji prosesləri tənzimləyir. İnsulin də tənzimləyici funksiyanı yerinə yetirmiş olacaq. Fotosintez zamanı elektronu itirmiş xlorofil molekulu bu itkinin hansı molekulun hesabına bərpa edir? Təbii ki, suyun hesabına bərpa edəcək. Çünki günəş işığı düşür yarpağın üzərinə, fotosintez daha doğrusu xlorofil molekulu elektronunu itirir və eyni zamanda su fotolizə uğrayır. Baxın, gəlin yazaq. H2O su fotolizə uğradı. H müsbət və OH mənfiyə. Həmin bu, biz də bilirik ki, xlorofil molekulu elektronunu itirmişdir. Sonra bu OH öz elektronunu xlorofilə verir, özü sərbəst OH radikalına çevrilir. Sonra energetik mübadilənin 3-cü mərhələsi necə adlanır? Ümumiyyətlə, energetik mübadilə hazırlıq mərhələsi qlikoliz və oksigenli mərhələyə aiddir. Oksigenli mərhələni biz həm də hüceyrə tənəffüsü adlandırırıq. Bir hüceyrənin quruluşunu tədqiq edən zaman orqanoid cütlərindən hansına birgə rast gəlinmir? Hüceyrə mərkəzi və xloroplast. Bəli, hüceyrə mərkəzi, çünki biz bilirik ki, ibtidai bitkilərdədir, ali bitkilərdə olmur, amma xloroplast ali bitkilərdədir. Ona görə hər ikisinə eyni anda rast gəlmirik. Bir ribosom 18 saniyə müddətində bir molekul zülazı translyasiya edir. Ribosom məlumat erintisi üzərində 0,2 saniyədə bir triplet sürəti ilə hərəkət edərsə, bu zülalın geninin kodlaşdırıcı sahəsinin kütləsi nə qədər olar? Bir triplet sürəti qədər hərəkət edirsə, deməli 0,2 saniyəyə bir dənə amin turşu birləşir. Yazıram 0,2 saniyəyə bir amin turşu birləşirsə, 18 saniyəyə nə qədər? X da bərabərdir, 18-i bölürəm 0,2-yə. X olacaq 90 amin turşu. Biz əslində tripletlə də gedə bilərik. Deməli, bizdən genin kütləsini soruşur. Biz də bilirik ki, genin kütləsini tapanda biz orada bir dənə nukleotidin kütləsini bilməliyik ki, bir nukleotidin kütləsi 300 atom kütlə vahididir. İndi 90 amin turşu varsa, deməli burada neçə nukleotid var? Bir amin turşu 3 nukleotid kodlaşdırır. 90 amin turşu varsa, vuraram 3-ə, nukleotid sayını taparam. Cəmi 270 nukleotiddir. Kütləsini tapmaq üçün də vuraram 300-ə, bir nukleotidin kütləsinə. Bu da edəcək 81.000. Ribosom kodlaşdırıcı hissəsinin uzunluğu 204 nanometr olan məlumat erinti üzərində züla sintezi edir. Yaranan bir zəncirli zülalın molekulunda neçə amin turşusu 2 peptid rabitəni əmələ gətirər? Biz bilirik ki, ümumiyyətlə amin turşuda 2 peptid rabitəsi əmələ gətirən, daha doğrusu amin turşunun sayını tapmaq üçün həmin zəncirdə olan amin turşulardan 2 çıxırıq. Nəyə görə? Çünki məsələn bu birinci amin turşudur. Belə çəkək, misal üçün. Görürsünüz, birinci və axırıncı bir dənə rabitənin əmələ gəlməsinə iştirak elədi. Amma ortadakilər hər biri 2 rabitənin əmələ gəlməsinə iştirak etmiş olacaq. Biz indi burada, baxın, uzunluğunu verib kodlaşdırıcı hissənin 204 nanometr. Biz də bilirik ki, bir nukleotidin uzunluğu 0,34 nanometrdir. 204-ü bölürəm 0,34 nanometrə ki, görüm neçə dənə nukleotid var. Alıram 600. 600 nukleotid var. İndi mən burada amin turşunun sayını tapmalıyam. Biz də bilirik ki, 3 nukleotid 1 amin turşuya uyğun gəlirsə, 600 nukleotid neçə amin turşusuna uyğun gəldiyini tapmaq üçün 600-ü bölürəm 3-ə. Elədi 200 dənə amin turşu. Deməli, 200 amin turşunun biri başda gəlir, digəri də sonda gəlir ki, bir rabitədə iştirak edir. Qalan 200-dən çıxıram 2-ni. 198 dənə amin turşu ortada olanlardır ki, 2 rabitənin əmələ gəlməsinə iştirak edəcək. ATF molekulunda azot əsasının sayını X verib, ortofosfat turşu qalxlarının sayını 36 verib. Biz indi makroelgik rabitə və azot əsasının sayını tapıb cəmini hesablamalıyıq.
Ümumiyyətlə ortofosfat turşusunda bir ortofosfat turşuda daha doğrusu bir ATF molekulunda 3 ortofosfat turşu qalığı var və bir dənə də azot əsası var. Mən azot əsasının sayını tapmaq üçün ortofosfat turşu qalıqlarının sayını bölməliyəm 3-ə. Bu elədir 12 dənə azot əsası var. Makroergik rabitənin sayı isə bir ATF molekulunda 2 dənə makroergik rabitə var. Çünki 3 dənə ortofosfat turşu qalığının arasında yerləşən, baxın, bunlar makroergik rabitələrdir. 12 azot əsası varsa 2-yə vururam, 24 dənə də makroergik rabitə olmuş olacaq. Deməli, cəmi də eləyəcək bizə 36. İnsulin və somatotropin hormonları üçün ortaq xüsusiyyətləri müəyyən edin. Polipeptid birləşmədir. Bəli, hər ikisi hormon olduğuna görə polipeptid birləşmə olacaq. Ağacaqları orqan boşluğuna asır, orqan boşluğuna açılmır. Daxili sekresiya vəzlərdir. Tərkibində oksigen, azot, hidrogen, karbon elementləri daxildir. Bəli, züallara aid olduğuna görə hər üçünün tərkibində verilən elementlər olmuş olacaq. Qarışıq sekresiya vəzlərinin hüceyrələrində sintezi olunur. Yox, daxili sekresiya vəzləri. İndi deyə bilərik ki, insulin mədə-altı vəzidir, xarici sekresiyadır, amma bizə ortaq xüsusiyyətləri verir. Yəni, somatotropin amma daxili sekresiya vəzi hüceyrəsindən sintez olunur. Sintezi ribosomda gedir. Bəli, züallar olduğuna görə ribosomlarda sintez olunacaq. 1, 3 və 5. Hansı maddənin hidrolizi məhsulu amin turşu deyil? Məsəl üçün, baxın, albumin və hemoqlobin züaldır. Burada tripsinə görə çıxa bilərik. Lizosim. Buradan Y variantında insulin, amma pektin və glikoza karbohidratlara aiddir və hidroliz məhsulu amin turşusu olmayacaq. Bu maddələr monosaxaridlərdən təşkil olunub. Sxemdə DNT zəncirinin müəyyən bir hissəsi verilir. Sxemə əsasən uyğun olmayan ifadələri müəyyən edin. DNT zəncirindən söhbət gedirsə, təbii ki, karbohidratı dezoksiriboza olacaq. Baxaq görək bizdən X, məsələn, urasildən başqa digər azot əsası ola bilər. Z də həm DNT-də, həm RNT-də fosfat turşusudur. Baxaq variantlara. Y polisaxariddir. Yox, Y monosaxariddir. Çünki sadə karbohidrata aiddir. Dezoksiriboza, riboza, sonra glikoza, fruktoza, galaktoza, bunlar monosaxaridlərə aiddir. X timin azot əsası ola bilər. Bəli, timin ola bilər, çünki söhbət DNT-dən gedir. Bizə doğru olmayan fikrim soruşur. Bəli, doğru olmayan biri 1-dir, 2 doğrudur. Z ortofosfat turşu qalığıdır. Bəli, Y ribozadır. Xeyr, riboza RNT-yə aiddir. Burada söhbət DNT-dən getdiyinə görə Y dezoksiriboz olacaq. DNT molekulunda 120 nukleotid var. Bunlardan 15-i guaninli nukleotiddir. Bu DNT molekulu 2 dəfə reduplikasiya olunduqda istifadə olunan guaninli nukleotidlərin sayı neçə olar? Gəlin belə göstərək. Baxın, bu DNT molekulu olsun. Burada bizə deyir ki, 15 dənə guaninli nukleotid var. 15 dənə guaninli nukleotid varsa, bu şəkildə göstərirəm. Deməli, bunun qarşısında 15 dənə də sitozinli nukleotid var. İndi bu DNT reduplikasiya olundu, yəni ikiləşdi. Bu hidrogen rabitələri qırıldı. Bunlar ikiləşən zaman sonra nə oldu? Hər bir molekula komplementar yenə yeni bir zəncir quruldu. Hər bir zəncirə uyğun olaraq. Yenə 15 dənə, gəlin yeni qurulanları göy rəngdən işarə eləyək. Buna uyğun olaraq 15 dənə guanin bunun qarşısında quruldu. Burada da 15 dənə də sitozin buna komplementar olaraq yarandı. 2 dəfə reduplikasiya olunub. Təzədən yeni ikiləşir. Bu yenə ikiləşdi. Bu şəkildə yenə ayrıldı. Eyni zamanda digər tərəfdə də. Və nə baş verəcək? Baxın, yenə uyğun olaraq sitozinin qarşısında 15 dənə sitozin varsa 15 dənə guanin olacaq. Mən bu şəkildə çəkdim. Əslində belə qurulmur. Yəni bir 15 dənə belə yazmaq biraz uzun gedə bilərdi. Burada da 15 dənə sitozin olacaq. Yenə 15 dənə guaninin qarşısında
burada 15 dənə sitozin olacaq. Bu tərəfdə də 15 guaninin qarşısında 15 sitozin olacaq. Neçədən istifadə olundu? Biz burada guaninlərin hamısını saymırıq. Sonda əmələ gələnləri saymalıyıq. Baxın, bu 15 guanin onsuz da var idi. İstifadə olunanlar baxın 15 burada, 15 burada, 15 də burada. Cəmi 45 guanin nukleotidi istifadə olunmuş olacaq. Neçə növ nukleotid həm transkripsiya, həm də translyasiya prosesində iştirak edir. Burada təbii ki 4 dənə nukleotidi götürəcək. Çünki transkripsiya prosesində timin nukleotidi əlavə olaraq iştirak edir ki, o translyasiya prosesində iştirak etmir. 4 nukleotid olacaq. Olacaq adenin, urasil, guanin və sitozin. Və eyni zamanda bizə azot əsası yox, nukleotid deyir. Onsuz da burada yəni RNT-yə aid nukleotidləri biz götürməliyik. Ümumiyyətlə uşaqlar, azot əsası fərqli anlayışdır, nukleotid fərqli anlayışdır. Yəni azot əsası deyəndə biz ümumi götürürük. Məsələn, adenin deyəndə həm DNT-dəki, həm RNT-dəkini nəzərdə tuturuq. Amma nukleotid deyəndə məsələn, adenin nukleotidi DNT-dən fərqlidir RNT-də. Çünki burada karbohidratı RNT-də ribozadır, DNT-də dezoksiribozadır. Bizdə də nukleotidi soruşur. Təbii ki, hər ikisinə iştirak edən məlumat RNT-yə aid olan nukleotidlər olacaq. O da 4 dənədir. Açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Sümüklərə bərklik verir. Sümüklərə bərklik verir kalsium və fosfor. 3-5. Sinik insulin hormonunun tərkibinə aiddir. Sonra yod qalxana bənzər vəzin hormonlarının tərkibinə daxildir. Ardıcıl olaraq 3, 5, 1 və 4. Deməli, gəlin baxaq burada variantlara. Məsəl üçün, diaqram verib uyğun olanları yerləşdirməliyik. Sitoplazmadan 4 lipid cərgəsi ayırır. Bəli, mitoxondriyada, xloroplastda hər ikisi 2 membranlı orqanoid olduğuna görə bir membranda 2 lipid cərgəsi var. 2 membranda cəmi 4 lipid cərgəsi olmuş olacaq. Hüceyrə tənəffüsünü təmin edir mitoxondri. Monosaxarid sintez edir. Monosaxarid sintez edir xloroplast. Bilirik ki, monosaxaridlər karbohidratlardır, yəni qlükozadır. Bu da xloroplastlarda sintez olunacaq. Transkripsiya və translyasiya prosesləri gedir. Hər ikisinə aiddir. Çünki hər ikisi ribosoma malikdirlər. 1, 4 və eyni zamanda hər ikisinin DNT-si də var. Hidrogen protonları daxili membranın xaricindən daxilinə doğru keçir. Xaricdən daxilə doğru mitoxondriyada keçir. Ümumiyyətlə, biz bu şəkildə çəksək, mitoxondriyada H müsbət membranın xaricində olur, elektron mənfilər daxilində olur. H müsbət xaricdən daxilə keçir. Bu mitoxondriyadadır. Xloroplastlarda isə bu şəkildədir. H müsbət daxildə olacaq. Elektron mənfi isə xaricində. Burada isə daxildən xaricə, membranın daxilindən xaricinə doğru keçmiş olacaq. Deməli, daxili membranın xaricinə keçdi. Daxili membranın xaricinə hidrogen protonları. Daha doğrusu xaricindən daxilinə, baxın burada göstərdiyimiz kimi bu mitoxondriyaya aiddir. Daxili membranın xaricində elektronlar toplanır. Baxın, xaricində toplanıb mənfi yüklü elektrik sahəsi yaratdı. Bu da aid olacaq xloroplasta. Deməli, 1-ə 2, 5, 2-yə 3, 6, 3-ə də 1, 4. Göbələk hüceyrəsində ribosomun hissəcikləri hüceyrənin neçə cür strukturunda formalaşır? Ümumiyyətlə, ribosomun hissəcikləri 3 orqanoiddə formalaşır. Nüvəcikdə, mitoxondriyada və plastitlərdə. Göbələk hüceyrəsində plastitlər olmadığına görə yalnızca nüvəcikdə və plastitlərdə formalaşmış olacaq. Bitki hüceyrəsində neçə növ bir membranlı orqanoiddə karbohidrat sintezi gedə bilər? Karbohidrat sintezi Golgi kompleksində gedə bilər. Bir membranlı orqanoiddən söhbət gedir. Burada artıq xloroplastları götürmürük. Bir də endoplazmatik şəbəkədə, hamar endoplazmatik şəbəkədə, yəni cəmi 2 orqanoiddən sintez olmuş olacaq.
Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmdə hüceyrələr yerinə yetirdikləri funksiyalara görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirirlər ki, bunlar da bir-biri ilə sinir və humoral sisteminə tənzimlənir. Bu fikrə hansı canlıya şamil etmək olar? Ümumiyyətlə biz baxanda toxuma və orqanların əmələ gəlməsi üçün əvvəlcə təbii ki, bu çoxhüceyrəli olmalıdır. Çoxhüceyrəli olmaqla yanaşı toxuma və orqanlara malik olmalıdır. Eyni zamanda sinir və humoral sistem dediyinə görə heyvanlar aləminə aid olmalıdır. Yəni sinir və humoral sistemə malik olan canlı olmalıdır. Ada bağırsaq çöpü verir. Bağırsaq çöpü bir hüceyrəlidir, bakteriyadır. Onlarda yəni nəinki toxuma və orqanlar, yəni onlar bir hüceyrəlidir. Leşmanyoz törədicisi də bir hüceyrəlilərə aiddir. Ulva çoxhüceyrəli yosundur, amma toxuma və orqanları yoxdur. Ginko çoxhüceyrəlidir, toxuma orqanları var, amma sinir və humoral sistem yoxdur ginkoda, çünki bitkidir. Qoturluq törədicisi də gənələrdir ki, həmin gənələr də çoxhüceyrəli heyvanlara aiddir. Sadalananlardan hər biri qoturluq gənəsinə aid olmuş olacaq. 360 qram qlikozanın tam parçalanması zamanı ATF sintezaza kanalına neçə hidrogen katyonu keçir? Burada tənasüb quracaq. Biz bilirik ki, 1 mol glikoza 180 qramdır. Elə qramla yazıram. Gəlin molla yazaq, daha hesablamamız daha sadə olsun. 1 molum 180 qramdırsa 360 qram 2 moldur. Molla geçsək daha və yaxud da ixtisar edə bilərik sonradan. Biz bilirik ki, 1 mol glikozanın parçalanması zamanı ATF sintezaza kanalından 24 hidrogen protonu keçir. Bəs yaxşı 2 moldan nə qədər keçər? X da bərabərdir 48 mol. Yəni 48 hidrogen katyonu. Bitkinin fotosintez prosesi zamanı 10 saat müddətində əmələ gətirdiyi üzvü maddənin malik olduğu enerji bu qədərdir. Fotosintez zamanı bitkinin udduğu və əmələ gətirdiyi qazların molekul kütlələrinin fərqini hesablayın. Bu qədər enerji ayrılıbsa, mən burada əmələ gələn üzvü maddənin qramla kütləsini tapmalıyam. Biz bilirik ki, üzvü maddə, yəni burada söhbət fotosintezdə əmələ gələn üzvü maddə karbohidratdan gedir. 1 qram karbohidratda 17,6 kilojul enerji olur. Bizə də verib 105.060 kilojul enerji neçə qramdadır? X da bərabərdir 600 qram. Deməli, baxın uşaqlar, biz bilirik ki, fotosintez reaksiyasını yazsaq, 6 mol karbon qazı 6 mol su ilə birləşir, əmələ gəlir 1 mol glikoza və 6 mol da oksigen. Baxın, əmələ istifadə elədiyi, baxın, 6 mol karbon qazıdır. Əmələ gətirdiyi 6 mol oksigendir. Karbon qazı, 6 mol karbon qazının molekul kütləsi, 1 mol karbon qazının molekul kütləsi bilirik ki 44'dür. 6 mol da 44 vuraq 6 eləyəcək. Bu olur 264, çıxıram. 6 mol oksigenin kütləsi isə edir 192. Bunların da fərqi olacaq 72. Baxın, bilirəm ki, glikoza 180 qramdır. 180 qramda fərq 72 qram oldusa, 600 qramda fərq nə qədər olar? X qədər. X da bərabərdir. Çarpaz şəkildə vursam olacaq 240. Cavabım oldu 240. Keçirik növbəti suala. 25-ci sualda verib ki, şəkildə əsasən doğru ifadələri müəyyən edin. Şəkildə biz tütün mozaikası virusunu görürük və bu virus da bilirik ki, RNT tərkibli virusdur. Tərkibində polipeptid zəncirinə rast gəlinir. Bəli, zülal tərkibində zülal olduğuna görə polipeptid zəncir olur. Yəni viruslarda zülal var. Yəni zülal örtükdən təşkil olunmuşdur kapsiddə. Polinukleotidlərin monomerlərindən biri timin nukleotididir. Timin DNT tərkibli viruslarda olur. Ümumiyyətlə DNT-də olur. Burada RNT olduğuna görə timin yox, urasil olacaq. Membransız orqanoidlərə malikdir. Ümumiyyətlə viruslar hüceyrəsiz orqanoid olduğuna görə, yəni orqanoid deməyək, hüceyrəsiz həyat formasıdır və onlarda hüceyrə orqanoidləri yoxdur.
Nəinki membranlı heç biri olmayacaq. Polinukleotlərdə urasil azot əsasına rast gəlinir. Bəli, eriti tərkibli olduğuna görə urasil olacaq. Tərkibdə polipeptid və polinukleotdən ibarətdir. Bəli, zülal olduğuna görə polipeptid, erinti olduğuna görə də polinukleotlərdən ibarət olmuş olacaq. Cavabım olur 1, 4 və 5. Doğru ifadələri müəyyən edin. Doğru ifadələri müəyyən edin. Evkariot orqanizmlərdə 20 amin turşusu 61 triplet kodlaşdırır. Bəli, ümumiyyətlə biz triplet deyəndə normalda 4 üstü 3 götürürük. Çünki 4 növ nukleotiddir, 3 kodlaşır. Bu eləməlidir 64. Amma biz bilirik ki 3 dənəsi hansı ki UAA, UAG və UGA. Bunlar kodlaşdırmır. Ona görə 3-ün çıxanda 61-i qalır. Nəqliyyat erintidə amin turşuları kodlaşdırmayan tripletlər stop tripletlər adlanır. Nəqliyyat erintidə yox, məlumat erintidə stop tripletlər olur ki, artıq zülal sintezinin başa çatdığını göstərir. Bir doğru olacaq burada bizim üçün. Metionin amin turşunun antikodu. Metionin özü daha doğrusu A, U, G idi. Bu start tripletdir. Bunun da antikodonu buna komplementar olaraq U, A, S olacaq. Bu fikirdə doğrudur. Bir məlumat erinti əsasından bir neçə növ amin zülal molekul sintezi ola bilər. Bu yanlış fikirdir. Ümumiyyətlə, məlumat erinti zülal haqqında məlumatı ötürür. Ona görə də daha doğrusu zülal haqqında məlumat olur məlumat erintidə və orada məlumat erintinin növ sayına əsasən zülalın molekulu, yəni növ sayı müəyyənləşdirilir. Məsələn, bir amin turşudan ribosomun sayına görə zülal sayı olacaq. Məsələn, ribosom nə qədər çoxsa o qədər zülal sintezi olur. Amma növ olaraq, əgər bir dənə məlumat erinti varsa, 5 dənə ribosom varsa, 5 dənə zülal sintezi olacaq. Amma hamısı eyni növ olacaq. Zülalın növ sayı məlumat erintinin növ sayına əsaslanır. Yəni, məlumat erinti sayına. Bizə də verib ki, bir məlumat erintisi əsasında bir neçə növ yox, bir növ zülal molekulu sintezi olmuş olacaq. Ribosomun funksional mərkəzində maksimum 4 növ nukleotid yerləşə bilər. Bəli, bu fikirdə doğrudur. Cavabım olur 1, 3 və 5. 27-ci sual. Uyğunluğu müəyyən edin. Fotosintezin qaranlıq mərhələsi var, işıq mərhələsini verir. Gəlin baxaq. Molekulyar oksigen əmələ gəlir. Molekulyar oksigen əmələ gəlir işıq fazada. Xlorofildən ayrılan elektronlar qranulların membranının xarici tərəfində mənfi yüklü elektrik sahəsi yaradır. Təbii ki, bu da işıq fazasına aiddir. Karbonun fiksə olunması zamanı ATF ADF-ə çevrilir. Bu qaranlıq fazaya aiddir. Monosaxaridlərin sintezi stromada gedir. Bəli, qaranlıq faza biz demişdik stromada, xloroplastın stromasında baş verir. Əsas məhsulu ADF-də, ADF heç birinə aid olmayacaq. İndi isə keçirik situasiya suallarına. Hemoqlobin zülalının geninin yerləşdiyi DNT molekulunun bir zəncirində 6-cı yerdə duran STT tripletidinin ikinci nukleotidi məlumat erintiyə urasil kimi köçürülərsə, glutamin amin turşusu deyil, valin amin turşusu kodlaşdırılar. İndi isə davam edirik situasiya suallarından. Hemoqlobin zülalının geninin yerləşdiyi DNT molekulunun bir zəncirində 6-cı yerdə duran STT tripletidinin ikinci nukleotidi məlumat erintiyə urasil kimi köçürülərsə. Yəni, baxın, bu STT normalda məlumat erintiyə GAA olaraq köçürülməli idi, amma A-nın yerinə ikinci nukleotid U olaraq köçürülür. Olub GUA və nəticədə glutamin amin turşusu deyil, yəni GAA deyil, valin amin turşusu kodlaşdırılıb. Yəni GUA kodlaşdırılıb. Bizə bu ortadakı lazım deyil. Yəni onun əvəzinə bu kodlaşdırıldı. Bu isə eritrositlərin oraq şəkilli forma almasına və oraq şəkilli anemiya xəstəliyinin yaranmasına səbəb oldu. Sualda bizə vermir, mən bunu qeyd edirəm. Yəni gen mutasiyası yarandı burada. İndi isə baxaq suallara.
Bu zülal neçə zəncirə malikdir və bu zülalın bütün funksiyaları zülalın neçənci quruluşunda tam özünü göstərir. Söhbət hemoqlobin zülalından getdiyinə görə 4 zəncirə malikdir və hemoqlobin də bilirik ki, zülalın 4-cü quruluşuna aid bir formadır. Ona görə elə 4 götürürük. Normalda zülallar 3-cü quruluşda yəni bütün funksiyaları göstərir. Amma hemoqlobin 4-cü zülalın 4-cü quruluşuna aid olduğuna görə 4 olaraq qeyd etdik. Valin amin turşusunun translyasiyasına qədər amin turşuları arasında neçə peptid rabitə yaranar və bu amin turşunun kodunun transkripsiyasında neçə növ azotlu əsas iştirak edər? Valinə qədər biz bilirik ki, baxın, burada bizə 6 triplet verib. 6-cı valindir, yəni 6-cı yerdə durub. Mən indi burada, baxın, 1, 2, 3, 4, 5, 6-cı artıq valindir. Valini götürmürəm, çünki mənə deyir valinə qədər. Aradakı peptid rabitələri sayıb baxsam, neçə peptid rabitə var? Təbii ki, n çıxaq 1 olur. Yəni, burada da 5 dənə amin turşu olduğuna görə 4 dənə peptid rabitə olacaq. Və deyir ki, neçə növ azotlu əsas iştirak edər? Mənə soruşur ki, bu amin turşudan söhbət gedirsə, indi biz burada valini də qeyd etməliyik. Valin, baxın, burada neçə dənə azotlu əsas iştirak etmiş oldu. Ən azından STT, mən digər nukleotidləri bilmirəm. Daha doğrusu azot əsaslarını. Amma burada STT, G, U, A-nı gördüm. Baxanda görürəm ki, elə maksimum sayda 1, timin 2, guanin 3, urasil 4, adenin 5. 5 növ azotlu əsas iştirak etmiş olacaq. Valin amin turşusuna qədər translyasiya olunan amin turşularının radikallarının kütləsi 270 olarsa, bu amin turşularının kütlələrinin cəmi nə qədər olar? Bizə radikalı verib, biz qeyri-radikal hissəsində tapmalıyıq ki, amin turşularının kütlələrinin cəmini hesablaya bilək. Və bizə qeyd edib ki, hər bir amin turşusunun kütləsi sərbəst halda 128-dir. Biz bilirik ki, amin turşular birləşərkən birinci amin turşudan OH, digərindən H, eyni qaydada da yenə ardıcıl olaraq bu şəkildə davam edir. Birindən OH, digərindən H molekulu ayrılır və bunlar birləşir, su əmələ gətirir. Və eyni zamanda peptid rabitə, həmin hissədə peptid rabitə yaranmış olur. Ona görə biz n-1 mol su molekulu hesablayırıq. Burada əslində suya ehtiyac yoxdur. İndi biz burada nəyə diqqət etməliyik? Və eyni zamanda ortadakı amin turşuların hər birindən də bir tərəfindən H, digər tərəfindən OH ayrılmış olacaq. Ona görə də mən sonuncu amin turşudan, bax, mən valini də qeyd edirəm, izah eləmək üçün. Əslində valin bizə lazım deyil, çünki bizə deyir valinə qədər. Sonuncu valin, burada ən sonuncu amin turşunun kütləsindən də mən H çıxacam. Yəni hidrogenin kütləsi, yəni 1 çıxıram. Normalda sərbəst halda 128 idisə, burada sonuncu amin turşusu 127 olacaq. Birinci amin turşusundan da OH-ın kütləsini çıxanda olacaq 111. Yəni 17 çıxıram 128-dən. 111. Ortadakı molekulların hər birindən də bir tərəfindən H, digər tərəfindən OH ayrıldığına görə cəmi 128-dən 18 çıxıram. Hidrogenlə OH-ın cəmini. Ortadakı hər bir amin turşunun kütlələri olacaq 110. 110, 110. İndi mən burada nəyi tapmalıyam? Məndən bu amin turşuların kütlələri cəmini soruşur. Əslində burada ehtiyac yox idi. Amma yenə də göstərək. Məsəl üçün 270-dirsə, mən 270-i bölürəm 5-ə. Çünki burada valinə qədər 5 dənə amin turşu var. Bu da eləcək 54. 54 əgər bizə verilən radikal hissələrdirsə, baxın, yəni radikaldan su ayrılmır. 54 bura, 54, 54, yəni radikal hissələr olduğu kimi qalır. Qeyri-radikal hissələrim nə qədərdir? 111-dən 54 çıxıram. Bu eləyəcək 57. Burada da 110-dan 54 çıxıram. 56, 56, 56, 56. Baxın bu şəkildə. Bizdən əgər qeyri-radikal hissələrin cəmini sorursaydı,
bu şəkildə yazardıq. Amma bizə ümumiyyətlə amin turşuların kütlələri cəmi soruşduğuna görə biz bunların hamısını toplaya da bilərik. Amma ehtiyac yox idi əslində bura qədər gəlməyə. Sadəcə, baxın, bu hissələri toplasaydım, amin turşuların kütləsini tapmış olacaqdım. Toplasam, burada 4 dənə 110 var. Üstünə də gəlirəm bir dənə 111. Bu da eləyəcək 551. Yenə həmin qaydada 57, 56, 56, 56 bunlar toplayıb sonda 270 ilə toplasaq yenə cavabımız olacaq 551.